Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala eşrafil enbiyai ve seyyidil murselin. Nebiyyina Muhammedin ve ala alihi ve sahbihi ecma'in. Rabbi şrahli sadri ve yessirli emri. Ve ahlul uqdeten min lisani yefkahu kavli emme ba'd. Möhtərəm qardaşlar, elhamdülillah, Allah həmd olsun bütün neymətlərinə görə. Allah subhanehu ve teala'nın neymətləri üzerimizdə çoxdur. Rəbbimizə həmd olsun ki, artıq 3 aylar girib. Rəcəb, Şaban və Ramazan ayı. Və Ramazan ayı artıq yaxınlaşır və o 3 aylar hansı ki, müsəlmanın, müminin gözlədiyi və onu dəyərləndirmək istədiyi gözəl aylar artıq başlayıb. Rəcəb ayının içindəyik. Allah subhanehu ve teala müvəffəq etsin hər birimizi bu ayları gözəl keçirib Ramazan ayına Rəbbimiz bizləri çatdırsın. Rəcəb və Şaban ayları, möhtərəm qardaşlar, Ramazan ayının müqəddiməsidir. Yəni müqəddiməsi başlanğıcıdır. Hansı ki, xeyir aylardır. Bu aylarda ibadətləri, xüsusi ibadətlər yoxdur, ancaq ki, xeyir əməlləri çoxaltmaq var. Yəni bu aylarda təbii ki, mömin hər zaman xeyir əməllər işləməlidir. Hər birimizin üzərindədir, çalışmalıyıq, xeyir əməlləri artırmalıyıq. Allah subhanehu ve teala'ya yaxınlaşdıran əməllərə can atmalıdır mömin. Necə ki, buyurulur ki, ayət-i kərimədə yaxşı işlərdə yarışın. Səbiqu bil xeyrat. Xeyir işlərdə yarışın bir-birinizlə. Heç nədə yarışmaq olmaz, ancaq xeyir əməllərdə yarışmalıyıq, möhtərəm qardaşlar. Gördün ki, bir qardaşın xeyir işdə səndən qabaqdadır, çalış sən ona çat. Çalış sən də onun kimi ol. Və çalış sən də onun etdiyi əməlləri etməyə çalış. Ondan nümunə götür. Bir çox hallarda möminlər, müsəlmanlar baxırsan, dünyaya baxırlar. Dünya əhlinə meyl edirlər və görür ki, dünya əhli nəsə əldə edir, dünyadan kimsə qardaşı və çalışır ki, ondan əldə etsin. O maşından, o minidən, o evdən. Ancaq Allah subhanehu ve teala Quran-ı Kerimdə bizlərə buyurur ki, səbiqu bil xeyrat. Xeyir işlərdə yarışın. Və xüsusən də yarışmaq ayları, bu gözəl aylarda daha çox yarışmalıyıq. Daha çox xeyir əməllərə meyl etməliyik. Onları daha çox işləməliyik. Rəcəb, Şaban, Ramazan ayı, bunlar fəzilətli aylardır. Hansı ki, burada xeyir əməlləri, gözəl əməlləri, etdiyimiz, il ərzində etdiyimiz əməlləri daha da çoxaltmalıyıq. Ki, və Rəbbimizdən Ramazana afiyət içində çatmağı istəməliyik. Çünki Ramazan ayı çox əzəmətli bir aydır. Və bu aylar da onun müqəddiməsidir. Və xeyir əməllərdə yarışmağı nəfsimizə öyrətməliyik bu aylarda. Necə ki, Rəbbimiz də Quran-ı Kərimdə bizlərə bunu tövsiyə edir, möhtərəm qardaşlar. Səbiqu bil xeyrat. Xeyir işlərdə yarışın. Və bax, gör ki, harda xeyir var, çalış ona can at. Ona meyillən. Və görəcəksən ki, xeyir də oradadır. Nə qədər ki, xeyrə can atsan, o qədər də Rəbbinə yaxın olarsan. Və bütün xeyir əməlləri hər zaman artırmağa çalış. Və bizdən də tələb olunan budur. Allah hər birimizi bu gözəl aylarda xeyir əməllərə müvəffəq etsin. Allah işti faydalanlar etsin hər birimizi. Sallallahu aleyhi ve sellem ala nebiyyina.